Quranda. Sure-i Kevsər gözəl nazil olub Quranda. Gəl ki sayılmaz eyib heç övlad olmayanda. Hikməti vardır yəqin ki aləm yarananda bir ana lazım idi ümmətə Zəhra kimi. Hansı xanımdır gəlib xilqətə Zəhra kimi? Allah özü istəyib Fatimə olsun adı. Şibh-i Peyğəmbər qızı, Peyğəmbərdir ustadı. Yoldaşı Həzrət Əli, Həsən Hüseyn övladı. Malik olan yox belə sərvətə Zəhra kimi. Hansı xanımdır gəlib xilqətə Zəhra kimi? Sanki Allahın özü onda təcəlla idi. Əfsus əlindən gələn təkcə təbərra idi. Bircə xanım bənzəri Zeynəb-i Kübra idi. Qalıbdır o da məruz şiddətə Zəhra kimi. Kərbəlada başlayıb söhbətə Zəhra kimi. Mömin o kəsdir qəlbdə yer ayırıbdır qəmə. Gərək yumub gözlərin baxmaya naməhrəmə. Bir xanım hicab ilə örnək olsa aləmə. Sahib olar o ali iffətə Zəhra kimi. Hansı xanımdır gəlib xilqətə Zəhra kimi? Fərqi yox kişi, zənan. Bu yolda birdir qayda. Ruh taparsa şərafət, verər hər kəsə fayda. Hər kəs öz vəzifəsin xalis edərsə icra. Çatar bir gün o ali himmətə Zəhra kimi. Layiq olar ərşidə hörmətə Zəhra kimi. Daxil olun cənnətə o gün ki Allah deyər. Bu rəsmidir ki aşiq məşuquna bənzəyər. Fatimi yün olanlar Fatiməni izləyər. Daxil olar hər biri cənnətə Zəhra kimi. Qərq olaraq ilahi rəhmətə Zəhra kimi.